Dəyərli valideynlər, əziz şagirdlər, Tingiz müəllimlə birlikdə dərsiyə gətirdiyimiz PDF-in izahına başlayırıq. PDF-in bütün riyaziyyat suallarını indi sizə bircə izah verəcəm. Başlayırıq 31-ci sualdan. 31-ci sualda bizə deyir ki, 304.080. Artıq bu rəqəmi eşidəndə şagird bilməlidir ki, mən nə yazım bura? 304.080. Ədədimiz budur. Və bizə deyir ki, bunun mərtəbə vahidlərinə görə ayrılışı təbii ki, 300.000, 3-ü 100.000-ə vurmaq lazımdır. 4.000, 4-ü 1000-ə vurmaq lazımdır. 80 də 8-i təbii ki, 10-a vurmaq lazımdır. C variantı olmuş olar. Aşağıdakı cədvəldə bəzi rayonların şərti olaraq verilmiş əhali sayı göstərilmişdir. Bu rayonların əhali sayına görə çoxdan aza, yəni böyükdən kiçiyə, buna diqqət edirik. Doğru sıralamasını göstər. Biz əvvəlcə gəlin sıralayaq. Baxırıq ki, ən birinci yerdə Lənkərandır, ikinci Qubadır, üçüncü Şamaxıdır, dördüncü Qəbələdir, beşinci də İsmayıllıdır. Gedək baxaq görək variantlarda harda Lənkəran birincidir. Çünki deyə baxıb böyükdən kiçiyə. Baxırıq ki, A-da və C-də. Artıq B ilə D-yə heç baxmırıq. İkinci bizdə olmalıdır Quba. Baxırıq hər iki variantda Qubadır. Üçüncü isə Şamaxı gəlməlidir. Burada Şamaxı gəlib, burada isə artıq Qəbələ gəldiyi üçün elə cavabı A variantı götürmüş oluruq. Aşağıda 4 rəqəm verilmişdir. Bu rəqəmlərin hər birindən bir dəfə istifadə etməklə düzəldilə bilən 4 rəqəmli ən böyük tək natural ədəd, ilə 3 rəqəmli ən böyük cüt ədəd. Mən bunu uşaqlarıma da elə başa salanda deyirəm ki, uşaqlar 4 rəqəmli soruşmur, gəlin yazaq muyot. Yəni milli, yüzlük, onluq, təklik. Elə belə deyək də, loru dilindən də uşaqlar belə yazanda çox gözəl, mükəmməl başa düşürlər. Gəlin düzək, tək olsun. Baxıram ki, bir dənə tək ədədim 5-dir. Məcbur 5-i yazacam təkliyə. Deyir, ən böyük olsun. Ona görə 8-i minliyə, 6-nı yüzlüyə, məcbur 0-da qalır onluğa. 3 rəqəmli isə yot. Deyir ki, cüt olsun. Baxıram ki, cüt ədədim. Bunları qoya bilərəm sona. Amma böyük deyir axı mənə. Ona görə yüzlüyə 8, onluğa 6, təkliyə də 0 qoyuram. Və mənə deyir, bunları topla. Kənarda 8605-in üzərinə gəlirəm 860-ı. Bu da eləyir 6, 4, 9, 9465 B variantı eləmiş olacaq. Davam edirik növbəti sualın izahı ilə. Kublar. Bu kubluların sayılmasının çox mükəmməl izahı var mənim qrupum, Instagram səhifəmdə. Yetəri qədər də baxış sayı alıb. Sanki bir binadır. Düşünürük ki, bu bir binadır. Binanın birinci mərtəbəsi, ikinci mərtəbəsi, üçüncü mərtəbəsi. Birinci mərtəbəsində hansı fiqurların üstü görünürsə, onları sayırıq. 1, 2, 3, 4. Baxırıq ki, 4-ün üstü görünür. 1-i vururuq 4-ə. İkinci mərtəbədə bir dənə bunun üstü görünür. 2-ni vururuq 1-ə. Üçüncü mərtəbədə 1, 2, ikisi görünmüş olur. Vururuq bunu da 2-yə. Bu bərabərdir 6, bu bərabərdir 2, bu da bərabərdir 4 olmuş olacaq. Demək ki, 6, 2, 4 toplayanda da cavab eləyəcək 12 ədəd kubdan ibarət. Davam edirik 35-ci sualına. 35-ci sualda bizə deyir ki, 4 natural ədəd verilib. Müəllim şagirdlərindən bu natural ədədləri simvollardan istifadə edərək
düzməyi xahiş eləyib. Deməli belə. Burada kimin düzgün belə deyək sıralamasını tapmaq üçün mənim ən böyük ədədimi və ən kiçik ədədimi əsas götürəcəm. Çünki düzgün sıralama olmaq üçün ya kiçikdən böyüyə düzərsən, ya da böyükdən kiçiyə düzərsən. Elə deyilmi? İndi başlayırıq. Baxırıq görürük ki, Elvin kiçikdən başlayıb. Kənan böyükdən başlayıb. Aytac böyükdən başlayıb. Suna da kiçiklə başlayıb. Orxan isə heç özü bilmir ki, nə edib. Orxanı elə buradan çıxdıq getdi. Orxan heç bir sıraya uyğun gəlmir. Nə böyüklə başlayıb, nə balaca ilə başlayıb. Aytaca baxırıq. Bu necə ola bilər? Bu alaca ədəd, daha sonra ondan böyük ədəd. Aytac da səhvə yol verib. Baxırıq Sunaya. Sunada da baxırıq ki, kiçik ədəd, ortada böyük ədəd. Bu da səhvə yol verib. Baxırıq Kənan, böyükdən balacaya düzüb. Elvin də balacadan böyüyə düzüb. Deməli, Kənanla Elvinə 5 düşür. Onlar düz sıralama eləyiblər. Verilmiş ədəddə güzgü əksi. Burada B variantı olacaq. Güzgü əksini təbii ki, şagird belə deyək, təsəvvür eləməlidir. Vizual olaraq təsəvvüründə canlandırmalıdır. Davam edirik. Dəmirçi əlindəki dəmir parçasını 5 bərabər hissəyə bölünür. Uşaqlar, bu hissə kəsim məsələsi də var içində. Çox qəşəng məsələdir. Hissəsinə görə ədədi tapmaq da var. Hissə kəsim məsələsində bilirsiniz də, ağac sayından bir dənə az hissə olur. Məsəl üçün, bizim 5 hissəmiz varsa, o 4 kəsim baş verib. O ağac məsələsində necə idi? Burada da elədi. Hissə kəsim. Ağac ara məsələlərində, yəni orada da araları sayırdıq, araları soruşurduq. Burada da elə bil ki, araları sayırıq. Araları sayılır ki, neçə hissə var. Məsəl üçün, baxın, bizə deyir ki, 5 hissəyə bölünüb, düzdür? Mən burada 5 hissəyə bölürəm. Baxın, 1, 2, 3, 4, 5. Düzdür? 5 hissə düzəltdim. İndi baxın görün mən bu 5 hissəni eləmək üçün necə kəsim aparacağam. 1, 2, 3, 4. Görürsünüz? 5 kəsimə, 5 hissəyə 4 kəsim gərək oldu mənə. İndi deyir ki, hissələrdən birini, yəni bunu, tutaq ki, baba ikinci hissəni. Baxın, bunu hissələrdən birinin 8-də 5 hissəsini ağ rəngə boyadı. Yəni, boyadığı hissənin uzunluğu da 250-dir. Yəni, 8-dən 5 hissəsi 250 olan ədəd axtarmalıyıq. Hansı ədəddir ki, onun 8-dən 5 hissəsi, belə deyək, 250 santimetrdir. Bir də burada diqqət eləmək lazımdır ya. Burada santimetrlə verib, məndən cavabı metrlə soruşur. Davam edirik. Mən elə bunu şagirdlərimə öyrətmişəm ki, uşaqlar ədədin hissəsini tapanda natural ədəd kəsrə vurulur. Hissəyə görə ədəd tapanda natural ədəd hissəyə bölünür. Və yolunu da öyrətmişəm. Çünki, belə deyək, məxrəcə böl, sürətə vur, sürətə böl, məxrəcə vur. Bunu uşaq, belə deyək, yəni yolu bilirəm. Daha belə, onsuz da 5-ci sinifdə bunu keçəcəklər deyə, mən elə 4-cü siniflərimə birbaşa bunu mənimsətmişəm. Elə bu yolla da burada gedəcəm. 250-ni bölürük 8-də 5-ə. Natural ədəd hissəyə bölünəndə bölmə vurmaya çevrilir.
Çünki kəsr özü bölmə deməkdir. Və yerlər dəyişir. Məxrəclə sürətin yerləri dəyişir. Natural ədədi kəsrə vuranda natural ədəd qalxır sürətə. İxtisar gedir 25 ilə 5. Burada qalır 50. 50-ni də 8-ə vuranda eləyir 400. 400 santimetr. Demək ki, bu hissə 400 santimetr imiş. Deməli, burada 400-dür, burada 400-dür, burada 400-dür, burada 400-dür. İndi baxaq görək bu dəmir nə boydadır. 4-ü vururuq 5-ə. 4-ü vururuq 5-ə. Bu da eləyir 400-ü vururuq 5-ə də təbii ki. 400-ü vururuq 5-ə. Eləyir 20. Yanında da 2 0. Santimetr. Mənə desə ki, indi bunu metrə çevir. Mən də 1 santimetrin 2 0 buradan siləcəm. Çünki 1 metr 100 santidir. Olacaq 20 metr. Cavab da olacaq A variantı. Belə. İşçi 6 saatdan bir imza dəftərində imza atır. 01:30-da atdığına görə ilk imzasını, üçüncü imzası saat neçədə atılıb? 01:30 üzərinə gələk 6 saat, eləsin 07:30. Bunu da üzərinə gələk 6 saat, bu da eləsin 13:30. Cavab da olacaq 13:30 D variantı. Deyir, Aytəkin eyni ölçüdə 4 müxtəlif tortdan gilaslı tortu 4, şokoladlı tortu 6, bananlı tortu 3, kivili tortu 5 hissəyə böldü. Vitrində nümayiş elətdir. Hansı böyükdür? Gəlin elə bura özəl olaraq görüntü yaransın deyə, şagirdlər açıq görsün deyə elə tortları çəkək bölək. Deməli, bu neçə hissəyə bölünüb 4. Bu neçə hissəyə bölünüb 6. Bu neçə hissəyə bölünüb? Qoyun adlarını da qeyd edək. Deməli, bu gilasdır. Bu şokoladdır, şokoladlıdır. Bu bananlıdır. Bu da kivilidir. Bananlı 3 hissəyə bölünüb. Kivili də 5 hissəyə bölünüb. Tutaq ki. Təbii ki, hansı tort az hissəyə bölünübsə, onun da belə deyək, dilimi böyük olar. Cavab da eləyir bananlı. Bir fidanın zamandan asılı olaraq boyunun dəyişməsi aşağıdakı qrafikdə verilib. Buna görə bu fidanın 6 il sonraki boyu neçə santimetr olar? Baxırıq ki 2 il keçəndə 50 santimetr olub fidanın boyu. Amma fidanın əvvəlcədən də boyu var imiş, 20 imiş. Baxaq görək 2 ilə nə qədər böyüyüb. Təbii ki, nə edirik? Aradakı fərqi tapırıq da. 50-dən 20-ni çıxırıq 30 santimetr. 2 il ərzində 30 santimetr böyüyən fidan 1 ilə nə qədər böyüyür? Təbii ki, 30-un yarısına 15 santimetrə. Bizə deyək ki, 6 il sonra elə 6-nı vururuq 15-ə. Bərabərdir 90. Uşaqlar da 90-ı görən kimi gedirlər, görürlər 90 var, deyirlər 90. Axı uşaqlar, bəs bunun öz boyu da var idi. Deməli, 90-ın da üzərinə gələcəyik fidanın əvvəlcədən olan öz boyunu. O da eləyir 110 santimetr C variantı. Bir sərnişin avtobusunun yanacaq çənində başlanğıcda 102 litr benzin var idi. Avtobus hər saat hərəkət edəndə 6 litr benzin işlədilir.
Müəyyən qədər yol getdikdən sonra sürücü çəndə qalan, buna əsasən aşağıdakı fikirlərdən hansı doğrudur? 5 saat sonra deyir ki, yolun sonunda nə olar deyir. Yolun avtobusu çəndə 70 litr qalar 5 saat sonra. Neyniyək? Gəl 5-i vuraq 6-ya, baxaq görək 5 nə qədər işlədir? 30. Deyir ki, 30 işlədəndən sonra 72 qalar. Bəli, bunu düz deyir. Çünki 102-dən çıxanda 30-u qalır 72. Bu doğru variantdır. Avtobus heç bir yerdə dayanmadan 17 saat yol getsə, çəndə benzin tamamilə bitər. Gəlin 17-ni vuraq 6-ya. Hər saatda 6 litr işlətməyir. Bu da edir 102. Bəli, bu da doğrudur. Baxırıq ki, variantlarda 1-2 var. Amma 3-ə də baxaq. Bəzən ola bilir ki, elə 3-ü də doğru olur. 11 saatın sonunda çəlləkdə 36 litr benzin qalar. 11 saat gedibsə, hər saatda 6-dırsa, 11-i vururuq 6-ya, 66. Bəli, mən baxıram ki, elə 66 ilə 36-nı toplayanda 102 eləyir. Demək ki, bunların 3-ü də doğru olmuş olur. Uğur velosipedlə birinci gün 2 kilometr 30, ikinci gün 1 kilometr 420, üçüncü gün isə 1 kilometr yol getdi. Buna əsasən Uğur nə qədər yol gedib? Deməli belə. Burada çevirmədir. Kilometrləri metrə çevirmədir. 2 kilometr 30, 2030 metr. 1 kilometr 420, 1420 metr. Üçüncü gün isə 1000. 0, 5, 4, 4. 4450 D variantı olmuş olacaq. Baxırıq indi 43-ə. 43-də bizə deyir ki, qanuna uyğunluğu tap 8-ci addımda neçə dairə olacaq? Şəklə baxıram, görürəm ki, əvvəl 4 dairə imiş. Dairələrin sayı olub 6. Deməli, hər dəfə 2-2 artır. Buna düsturda çıxartmaq olar əslində. 2-in üstə gəlmək 2 kimi. Elə N-in burada yerinə 2 vurulsun. Birbaşa 8-i qoyub üzərinə 2 gəlməklə 16, o da 18. Cavab olacaq 18. Amma primitiv ən sadə yolla da verək getmək olar. Hər uşağın anlayacağı dildən izah üçün. Hər dəfə üzərinə 2 gəlmək. Məsələn, 4-dür, üzərinə 2. 4 üstə gəlmək 2. Bu oldu 6. 6 üstə gəlmək 2. Bu oldu 8. 8 üstə gəlmək 2. Bu oldu 10. 10 üstə gəlmək 2 bərabərdir 12. 12 üstə gəlmək 2 bərabərdir 14. 14 üstə gəlmək 2 bərabərdir 16. 16 üstə gəlmək 2 bərabərdir 18. Və indi addımlara baxaq. 1, 2, 3, 4, 5, 6, 7. Təbii ki, 8-ci addımda elə bunun özü idi. Deməli, 18 dənə olmuş olacaq. B variantı olacaq. Kəsrlərin müqayisəsinə keçirik. Bunun da çox rahat yolu var. Həmən şagirdlər qavrayır. Bunu elə 0,303 alt-alta yazırıq. 0,33 tam vergülün altına düşmək şərtlə yazırıq təbii ki. 0,1033. Qarşılıqlıq yaranmamaq üçün boşluqları doldururuq. Baxırıq ki, 1-0 boşluq var. 303, 330, 33. Təbii ki, nə olacaq? 33 C, baxıram burada da C var. Kiçikdir 33, 303-dən
Bu A idi, bu C idi, bu da B idi. A-dan, bu da kiçikdir B-dən. Cavab da olacaq B variantı. Aşağıdakı çevrilmələrdən hansı səhvdir? Baxıram ki, elə gözlə görünür ki, burada 8 metr 5 sm olmalıdır. 805 santimetr, amma burada 850 yazıblar. Bu səhv variant olmuş olacaq. Səbinə hər birinin qiyməti 60 qəpik olan 4 ədəd rəngli qələm və qiyməti qələmlərin ümumi pulunun yarısı qədər olan 1 ədəd xəttkeş aldı. Səbinə kassirə 5 manatlıq kağız pul uzatdı. Kassir ona nə qədər qalıq pul qaytarar. Baxın, dəyərli valideynlər, burada artıq yəni pul həmin hər bir şagirdin biləcəyi bir şeydir. Burada cümləni anlama, oxuyub anlama olmalıdır. Bunun üçün də övladlarınıza çoxlu kitab oxudun, mətin, bədii kitablar oxudun. Oxuyub anlaması zəif olan uşaq məsələnin sözlərinin içində itir. Hər birinin qiyməti 60 qəpik olan 4 ədəd rəngli qələm. 60-ı vururuq 4-ə, eləyir 240, bu da eləyir 2 manat 40 qəpik. Ümumi pul qələm və qiyməti qələmlərin ümumi pulunun yarısı. Yəni 2 manat 40 qəpiyin yarısı. Böldü 2-yə, bu da elədi 1 manat 20 qəpik. Kassirə də 5 manat verib. Əgər kassirə 5 manat veribsə, bunun xərclədiyi pulları gəlin tapaq. Nə qədər eləyir? 3 manat 60 qəpik. 5 manatdan da çıxanda 3 manat 60 qəpiyi qalır 1 manat 40 qəpik. Təbii ki, bunu şagirdlər çıxa bilməyəndə çevirsinlər qəpiyə. 5 manat 500 qəpikdir. 500-dən çıxsınlar 360-ı. Bu da eləsin 140. 140-ı da çevirəndə 1 manat 40 qəpik olacaq. Baxırıq tənliyə. 6x plus 2 bərabərdir 50. Buradan 6x bərabərdir 50 çıxılsın 2. 6x bərabərdir 48. 6 bərabərdir, x bərabərdir 48 bölünsün 6. O da edir x bərabərdir 8. Cavab da A variantı olmuş olacaq. (48) 35 litrlik qabda olan su ilə 200 ml qabı nə qədər doldurmaq olar? Aha. 35 litrlik qabda olan su 35 litrlik qabda olan su deyir millilitre ilə. Litri millilitre ilə. Gəlin eləyək, vuraq minə. 35 litri çevirdim millilitre oldu 35 min. Bölməliyəm 200-ə ki, deyir ki, mənə nə qədər qab lazımdır ki, onu 200 millilitrlik şüşə qaba doldurum. Bu 0, bu 0 apardı, bu 0 da bu 0 apardı. Qaldı yerdə 350 bölmək 2. O da eləyir 175 dənə qab lazım olar bizə. Növbəti məsələmiz. Bizə vizual bir görüntü verib. Ev tapşırığını eləyənlər, ev tapşırığını eləyəməyənlər. Deməli, mavilər ev tapşırığı eləyən oğlanlardır. Mavi yazırıq ki, plus, ev tapşırığı eləyənlərə plus yazırıq. Plus oğlan. Yaşıllar ev tapşırığı eləyən qızlardır. Oraya yazırıq plus qız. Sarı ev tapşırığı etməyən oğlandır. Minus oğlan. Bu da ev tapşırığı eləməyən qızdır. Bu da oldu minus qız. Baxırıq indi. Mənə şəkildə bir ipucu verməlidir. Onu axtarıram ki,
Çünki ola bilməz ki, iki şeyi mənə məhsul, iki bucağı mənə məhsul qoysun və diqqət eləyirsinizsə, burada bu düz bucaqdır. Demək ki, düz bucaqdırsa, bu da 90 dərəcə olmuş olacaq. 90 dərəcə olacaq. Mən bilirəm ki, tam belə deyək, dairə 360 dərəcədir. Ona görə 360-dan çıxıram. Bunun cəmini ki, tapım görüm ki, bu nə qədərdir? 120, üstə gəlmək 70, üstə gəlmək 90 bərabərdir. Eləyir 80. Yazıq bura 80. 280 eləyir, çıxanda 360-dan 280 qalır 80. İndi mənə deyir ki, baxın, mənə bucaq verib, amma hissə ilə cavab istəyir. Deməli, mən nə etməliyəm? Bu dərslərini yazmayan, ev tapşırığı etməyən qızın nisbətini tam hissəyə, yəni 80-in 360-a nisbətini tapmalıyam. Çünki məndə hissə iləndir. Bu sıfırla bu sıfır getdi. Baxıram ki, bunlar 4-ə ixtisar gedir. 8-i 4-ə böləndə 2, 36-nı da 4-ə böləndə 9. Demək ki, nə olacaq? 9-da 2. O da baxıram ki, A variantında var. Davam edirəm növbəti sualına. Qrafikə əsasən aşağıdakı mülahizələrdən hansı səhvdir? Baxıram, A-ya baxıram. A şirkətinin satışı, A şirkəti hansıdır? Qırmızıdır. Qırmızı ilə bura yazaq A. Bu mavi də B şirkətidir. Burada B yazaq. A şirkətinin satışı yanvar ayında fevral ayına doğru artıb. Bəli, yanvarda 20 olub, fevralda artım baş verib. Bəli, bu düz fikir. B şirkəti ən kəskin satış düşüşünü fevralda yaşayıb. Bəli, gəlib B şirkəti, baxaq görək, fevralda nə olub? 10. Ən aşağı düşüş yaşayıb. Sonra deyir ki, mart ayında A şirkətinin satışı B şirkətinin satışından 1000 ədəd çox olub. Mart ayına baxırıq. Şirkətlər arasındakı fərqə, bax bu qırmızı, bu da bu, bəli 1000-dir. Çünki bax 20-30 versə də satış sayı vurulsun 100-dür. 20-ni 100-ə vuranda 2000, 30-u 100-ə vuranda 3000. 3000-in də 2000 çıxanda aradakı fərq burada 1000 olmuş olur. Sonra deyir, aprel ayında A şirkəti 4 ay ərzində ən yüksək satışı göstərib. Aprel ayında ən yüksək satışı yox, ən aşağı satışı göstərib. Bu səhv variant olmuş olacaq.